Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə mən la nebiyyə ba'dahu. Əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Deməli, Allah Azze və Cəllənin izni ilə bugünkü dərsimizi nəfslə cihad barəsində olan mövzuya ayırmışıq. Allahın müvəffəqiyyəti ilə. Ümumiyyətlə, çatdırmaq istəyim ki, çox həqiqətən də mühüm olan mövzulardandır. Hətta bəzən görsən ki, insan illərdir ibadət eləyir. Bəzən görsən öz imanı ilə neyir? Öz imanı ilə baxır ki, imanı zəifləyib. Görsən ki, əvvəlki kimi namazlarda xuşuları yoxdur və yaxud da ayələr ona əvvəlki kimi təsir eləmir. Bunların hamısı gəlir insanın imanının zəifliyinə gətirib çıxardır. Ümumiyyətlə, çatdıraq ki, ümumiyyətlə nəfs elə bir şeydir ki, nəfslə mübarizə eləməsən, nəfs səni uçuruma aparan bir şeydir. Əgər insan nəfsi ilə mücadilə eləsə, onu cilovlasa, o onun hökmü altına girir. O ona itaat eləyəcəkdir. Yox, əgər nəfsi ələ ala bilməsə, nəfsi ilə cihad etməsə, nəfsin köləsinə çevriləcəkdir. Nəfs ona nə desə, onu o cürdə eləyəcəkdir. Və son olaraq da baxarsan ki, Allah qorusun, insanın son anda pis sonluqla qurtarmasına da səbəb ola bilər. Ona görə də məsələ ciddi məsələdir. Mövzular ciddi mövzulardır. Çalışmaq lazımdır Allah Azze və Cəllənin izni ilə bu məsələləri belə deyək ki, biri var dərsə qulaq asaq, qoşulduq qulaq asdıq. Bir də var məsələni öyrənək. Ki, hətta Allah Azze və Cəllənin izni ilə bu bizdə bir möhkəm elm formasında olsun. Şeyx burada gətirir ki, birinci hədisləri və ayələri zikr eləyək, sonra onun haqqında Allah Azze və Cəllənin izni ilə danışaq. Deməli, Fadalə İbn Ubeydin radiyallahu anhudan rəvayət olunur ki, deyir ki, o rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dediyini, Həccətül Vida həccində deyir ki, Ələ uxbirukum bil mümin, sizə mömin haqqında xəbər verimmi? Kimdir mömin? Deyir ki, mən əminəhun nəsu alə ənvalihim və ənfusihim. O kəsdir ki, mömin, mömindən, insanlar mallarından və canlarından ondan arxayındırlar, etibar edirlər ona, əmindirlər ondan. Ondan heç kəsin canına və malına xələl gəlməz. Vəl-muslimu mən səlimən nəsu min lisanihi və yədihi. Müsəlman da o kəsdir ki, insanlar onun əlindən və dilindən salamat qalıblar. Vəl-mücahidu mən cəhədə nəfsəhu fi ta'atillah. Mücahid kimdir? Mücahid kimdir? Allah yolunda öz nəfsi ilə, Allaha itaətdə öz nəfsi ilə cihad eləyən şəxsdir. Vəl-mühəciru mən həcərəl xataya və zunub. Mühacir də odur ki, o kəsdir ki, günahları və həmçinin də günahları və xataları tərk edən kəsdir. Hədisin ümumiyyətcə, bu hədisdə çox faydaları var. Düzdür, bizə şahid olan hissə, lazım olan, mövzumuzla əlaqəli olan hissəsi hansıdır? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mücahid, o kəsdir ki, Allaha itaət yolunda öz nəfsi ilə mücahidlə edən, cihad aparan kəsdir. Nəyə görə bunu Peyğəmbər sallallahu aleyhi ve sellem onu öz əshabına deyir? Onlar, sahabələr, mücahid deyəndə nə başa düşürdülər? Mücahid deyəndə Allah yolunda döyüşən, Allahın dini yayılsın deyənə Allah yolunda döyüşən kəslərə deyirlər. Rasulullah sallallahu aleyhi ve sellem sanki bir növ bunlara başa salmaq istəyir ki, əsla cihad, mücahid sözü sizin başa düşdüyünüz şey üzərində kifayətlənmir. Allah yolunda mücahidlə edən öz nəfsi ilə o da mücahid sayılır. Deməli, baxın,
kim Allah yolunda öz nəfsi ilə mücahidə aparırsa, o da mücahidlərdəndir. Yəni, bu balaca bir məsələ deyil. Bunu anlayaq bir dənə. Yəni, bir nəfər elə cihad deyəndə, yəni gedib Allah yolunda döyüşmək, yəni düzdür, ən böyük cihad o da, amma Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisdə deyir, nə deyir? Gəlir ki, yəni ən böyük cihad elə insanın nəfsi ilə etdiyi cihaddır. Və həmçinin mühacir deyəndə, yəni insanın bir ilk ağılına gələn kimdir? Yəni bir kafir dövlətini, kafir diyarını hicrət edib, yəni müsəlman bir diyara gedən bir kəs nəzərə tutulur. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yəni mühacir burada kimdir? Mühacir, yəni günahları və xataları, Allaha olan asilikləri hicr eləyən, tərk edən insandır. Yəni burada da yəni insanın nəfsi ilə cihad etməsində yəni həss var, yəni burada nə də var? Peyğəmbər sallallahu əleyhi və səlləm həvəsləndirir buna. Ona görə müsəlmanın ümumiyyətlə həyatında ən tələb olunan əməllərdən biri nədir? Öz nəfsi ilə cihad etməsidir. Və bunun üzərində davamiyyətli olmasıdır. Və həmçinin də nəfsini, yəni nədir? Haqqı boyun əyindirməkdir. Və onu Allah Azza və Cəllənin haqq yoluna yönəltməsidir. Və bunda Allah Azza və Cəllədən çoxlu yardım diləyərək. Yəni, baxın, ümumiyyətlə insan bilməlidir ki, arxada indi gələn ayələr, necə ki, Şeyx Səd Rahiməhullah bunu deyir ki, bax, nəfslə cihad mövzusunda, bax, bu ayələr sütun ayələr, əsl özək ayələr, bax, bu ayələr bu məsələdə nədir? Bu məsələdə sütun sayılır. Nə deməkdir bu? Allah Subhanahu taala ayədə deyir ki: "Ya eyyuhellezine amenu ittaqullah." Ey iman gətirənlər, Allahdan qorxun. "Vel tenzur nefsun ma qaddamat liğad." Bax, Allah Subhanahu taala bizi nəyə yönləndirir? Deyir ki, bax, yəni "Vel tenzur nefsun", qoy hər kəs sabahsı gün özü üçün nə hazırladığına deyir, diqqət etsin, baxsın. Allah Subhanahu taala bir də deyir: "Vattaqullah." Allahdan qorxun. "İnnallaha xabirun bima ta'malun." Allah Subhanahu taala nə etdiklərinizdən xəbərdardır. "Və la takunu kellezina nasullaha fa ansahum anfusahum." Yəni o kəslər kimi olmayın ki, onlar Allahı unutduğuna görə Allah da onlara özlərini unutturmuşdur. "Ulaika humul fasiqun." Onlar fasik olan kəslərdir. Sonra Allah Subhanahu taala deyir ki: "La yestevillezine la yestevi ashabun nari ve ashabul cenne." Həqiqətən də cənnət əhli ilə cəhənnəm əhli eyni ola bilməz. Ashabul cenneti humul faizun. Yəni həqiqətən də nicat tapanlar da nədir? Cənnət əhlidir. Əgər diqqət eləsək bu ayələrə, necə ki Şeyx Səd Rahiməhullah deyir ki, bunlar, bu ayələr, yəni sütun ayələrdir, hansı ki nəfsin islahı üçün, cihad üçün dəlil olan əsas ayələrdir. Baxın nəyə görə Allah Subhanahu taala ilk olaraq nə deyir? Deyir ki, ey iman gətirənlər, Allahdan qorxun. Yəni biz də demişdik ki, təqva nədir? Təqva insanın Allah Subhanahu taalanın əmrlərini yerinə yetirməsidir və qadağalarından çəkinməsidir. Və deyir ki, baxsın hər kəs sabahsı gün, sabahı üçün, özü üçün nə hazırladığına diqqət etsin. Və sonra Allah Subhanahu taala bir də deyir: Allahdan qorxun. Həqiqətən də Allah sizin nə etdiklərinizdən xəbərdardır. Deməli, ümumiyyətcə bir şey çatdırmaq istəyirəm sizə. İnsana bu şeylər havaq üz verir. Yəni, insan nə zaman unudur? Bax, Allah Subhanahu taala ondan sonraki ayədə deyir ki: "Və la takunu kellezina nasullaha fa ansahum anfusahum." O kəslər kimi olmayın ki, onlar Allahı unutduğuna görə Allah da onları unutdu. Onlara özlərini unutturdu. Yəni, insan ümumiyyətlə nə zaman Allahı unudur? Deməli, insan ən birinci, baxın, bütün qəlb xəstəliklərinin əsas özək yeri, qaynaması insana dünyanı, qəlbinin dünyaya bağlanmasından əmələ gəlir. Bax, bunu ilk olaraq hamı yadda saxlasın. Ki, yəni, bax, bütün şərlərin ilk qapısı hardan başlayır? Qəlbdə tuğyan,
fitnələr, bütün qəlb xəstəliklərinin ilk yaranan, qəlbin o xəstəliklərə meyl eləyən hissəsi hardadır? İnsan axirəti unudub, qəlbin dünyaya meyl edib bağlanmasından başlayır. Baxın, insanlar niyə bir-birinə həsəd aparır? Dünyaya görə. Əgər bir insanın qəlbində dünyaya bağlantı olmasa, axirətə bağlantı olsa, heç o kiməsə həsəd eləyər dünyaya görə. Zaten ona görə dünyanın qədri onun qəlbində olmasa, o dünyaya görə kiməsə həsəd eləyər? Yox. Deməli, paxıllıqdır, həsəddir, nəmmamlıqdır, qeybətdir, sonra riyadır, sumu'əl, bunlar qəlb xəstəlikləri də hamısı. Bunların səbəbi nədir? Yəni, səbəb insanın qəlbinin dünyaya bağlanmasıdır. İnsan nəyə görə insanlara əməlini göstərməlidir ki? Çünki, nədir? Onun qəlbində dünyaya bağlılıq var. Ona görə də bəzi insanlar bəzən görürsən ki, Allah Subhanahu taala kiməsə dünya malından nəsə verəndə görürsən sevinir. Elhamdülillah, pul gəldi. Bəs nəyə görə görəsən sahabələr halal mallarını qazandıqları zaman pul evə gətirəndə deyərdilər ki, zövcələrinə Subhanallah, evimizə fitnə girdi. Nəyə görə? Axı gedib əziyyət çəkib pul qazanıb, yəni pul gətirirdilər evlərinə. Səbəb nə idi yəni? Səbəb o idi ki, onlar məsələni bilirdilər. Bilirdilər ki, bax, bu evlərinə girən pul insanın fitrəti ona meyilli olaraq yaranıbdır. Artıq fitnə yəni qəlbimizdə tuğyana səbəb olan şeylər girdi evimizə. Qəlbimizin buna bağlanaraq əsl məqsəddən yayınma hissələri gəlir. Baxın, insana dünyaya qəlbi bağlananda, o demək deyil, yəni insana hər mal verilən insan azmış insandır. Yox, məsələnin kökünü tutmaq lazımdır. Yəni, bir insana əgər dünya verilirsə, o dünyaya bağlanmırsa, deməli, o dünyanın ona gəlməsinin zərəri yoxdur. Lakin bugünkü gün bizim halımızda onu hiss eləmək daha asandır ki, bizim halımız o hal deyil. Çünki baxın, ümumiyyətlə insana hava ucub gəlir. Nemətlər ona bol gəlir, problem yoxdur. Allah Azza və Cəllə ilə öz arasında olan bağı unudur. Niyə? Çünki bunun heç bir sıxıntısı yoxdur. Bu özündən xoşlanır, nemətləri özündən görür. Bax, bilsən, mən işləyirəm, mən aldım, mən gətirdim, mən getdim, mən bunu elədim, mən aldım, mən bunu satmasaydım, mənlər o qədər çox alır ki, Allah Azza və Cəllə unudulur. Və Allah Subhanahu ona görə ayədə deyir ki, وَلَا تَكُونُ كَلَّذِينَ نَسُوا اللّٰهَ Allahı unudan kəslər kimi olmayın ki, və buna görə də Allah da sizə onlara deyir, özlərini unutturdu. O nə deməkdir? Allah özlərini unutturdu nə deməkdir? İnsan xeyirlə şərini bilmir. İnsan özünü unudur. Özünün haqqında öz eyiblərini unudur. Allah ona öz eyiblərini unutturur. Başlayır filan kəsdən danışmağa. Filan görsən də filan kəs nətərdir. Filan kəsin maşınına bax, güya ki, indi bu yaxşı oğlandır da, bu indi güya belədir da, güya indi Allah yolunda xəşləyən adamdır da, Allah buna 1000 manat verir və gətirib 5 manat pul verir. Başlayır onlar haqqında danışmağa. Nəyə görə danışır bunu? Nəyə görə? Özünü unudub. Yəni, insan bir insana deyəndə ki, o adam pisdir, dolayısı yolla o nə demək istəyir? Yəni, mən yaxşıyam. Deməli, ümumiyyətlə, əsl məsələnin kökünü tutduq ki, öyrəndik ki, bu məsələnin əsli hardan başlayır? Deməli, insana dünyaya qəlbinin bağlanmasından. Bax, bu meyar insanın ilk qəlb bağlananda dünyaya artıq problemlərin elə bil ki, toxumunu qəlbində əkdi. Artıq buradan toxumdan başqa nədir? Fəsadlar qaynayacaqdır. Ona görə də şeyx burada nəfslə cihadı gətirir bu mövzuda. Nəyə görə bu ayəni gətirir? Çünki insan nəfsi ilə cihad etmədiyi zaman insan nəfs onu aparacaqdır. Hara? Çünki baxın, ümumiyyətlə insanın, belə deyək ki, Allahdan ayıran amillər çoxdur.
Lakin insanı Allaha bağlayan amillər azdır. Deməli, bu işin arasında insan əgər öz nəfsini hesaba çəkməyi tərk edərsə, deməli, burada nə olur? Onun nəfsinin güclənməsinə, nəfsinin eyiblərinin itməsinə, yəni gözdən yayınmasına və nəfs getdikcə onu, belə deyək ki, öz himayəsi altına, öz idarəçi altına salma ehtimalları artır. Ona görə də şeyx burada gətirir ki, həqiqətən də məhrum olan kəs, əsl məhrum o kəsdir ki, yəni öz bu işlərdən qafil qalan insandır. Yəni nəfsi hesaba çəkmək məsələsindən qafil qalan insan, yəni həqiqətən də əsl məhrumlardandır. Nəyə görə? Çünki o insan nəfsini hesaba çəkməyi, yəni çəkməyən insan, unudan insan o qövmlərə bənzəmiş olur ki, hansı ki Allah Subhanahu onlar haqqında nə deyir? Yəni o kəslər kimi olmayın ki, onlar Allahı unutmuşdu, Allah da onlara özlərini unutturmuşdu. Yəni bax, insan Allahı unutduğuna görədir elə öz nəfsini hesaba çəkmir. Çünki insan nəfsini hesaba çəkməsinin səbəbi nədir? Allah Azza və Cəllənin daim özünü, yəni Allahı xatırlatmasına görədir. Allahı zikr etməsinə görə. Daim Allah Subhanahu yəni axirəti xatırlatmadan görə. Allahın qarşısında sabahsı gün hesab verməyi düşündüyünə görədir. Ona görə nəfsini hesaba çəkir. Deməli, insan Allahı, axirəti unutduğunun miqdarına görə nə baş verir? Bunun miqdarına görə də nəfsini hesaba çəkməyi və ya da qəlbinin dünyaya bağlanması ortaya çıxır. Ona görə də şeyx burada gətirir ki, insanlar nəfsi ilə, yəni nəfsinin müqabilində iki qismə bölünürlər. Birinci qism kimdir? Nəfslərini hesaba çəkib, özlərini daim qınayan insanlar. Hansı ki, nədirlər? Gözəl əxlaq və gözəl ədəbə sahib olmaq üçün və başqa Allah Subhanahu əmrləri və qadağalarıyla, yəni əlaqəli olan nəfsi istəklərə, yəni qalib gəlib və ora bütün onun xatalarını, günahlarını, eyiblərini bir-bir ona hesaba çəkib xatırlatdırıb nəfsini özünə ram edən, zəlil edən kəslər və ikincilər də kimlərdir? Ümumiyyətlə nəfsini hesaba çəkməyib, bundan qafil olub və bütün asilikləri və bütün pis olan xislətləri özlərində cəm edən insanlardır. Lakin bəzən görürsən ki, insan bəzən hesaba çəkir, bəzən hesaba çəkmir. Yəni ona görə də burada məsələ nədir? İnsanın nisbətən elədiyi əmələ nisbətən halı ona uyğun olur. Yəni əgər insan bəzən özünü hesaba çəkib, bəzən çəkmirsə, deməli bunun nisbətində nəyi var? Bunun da nisbətində Allahı unudub və yaxud da unutmamağı var. Ona görə də insan, yəni bu qismlərdən hansılardandır? Deməli, birinci hansıydı? İnsan. Belə deyək ki, üzr istəyirəm, yəni belə götürək ki, gəldi ki, bölündü insanlar iki qismə. Nəfs, hansı ki, nəfsi ilə mücahidə edən insanlar, ikinci də hansılar idi? Nəfsi ilə mücahidə etməyən insanlar. Yaxşı, indi gəlir ki, insanın bilməsi lazım olan məsələdir ki, Allah Subhanahu insanın qəlbində, yəni insanın qəlbində iki dənə nədir? Yəni insan bədənində iki nəfs yaradıbdır. Biri nədir? Əmməratu bis-su, yəni pisliyi əmr edən nəfsdir. İkincisi də mutmainnə, yəni rahat və yəni mutmain belə əmin olan, rahat olan nəfsdir. Və bunlar ikisi də bir-birinə zid olan bir nəfslərdir. Yəni baxın, indi məsələni misallarla gətirəndə aydın olacaqdır. Misal üçün, bunlar elə bir-birinə zid olan nəfslərdir ki, birinə xoş gələn bir şey digərinə nədir? O birisinin acığına gəlir. Və yaxud da o birisinə xoş gələn bir şey bu birisinin xoşuna gəlmir. Yəni bir-birinə zid olan bir şeydir. Ona görə də baxarsan,
Bəzən iki müsəlman bir yerə gələndə Allah Subhanahu çoxlu zikr eləyən insanla qəlbi dünyaya bağlı olan insanın bir yerə gəlməsi, vallahi görürsən ki, biri sıxılır, ikisindən biri sıxılır. Görürsən ki, bir insan öz nəfsi ilə işləyir üstündə. Allah Subhanahu qəlb onun üçün dünyanın marağı yoxdur. Amma digəri isə nədir? Allah Subhanahu unudubdur. Hətta oturur, durur, ancaq dünya. Hətta bir qardaş var, məsəl üçün, danışır ki, bir maşınla gedəndə bir nəfər var, daim ona, elə bir ki, həmişə oturanda qardaşlara nəsiyyət edir ki, belə ki, yəni, qardaşlar Allahdan qorxun. Yəni, və yaxud da, misal üçün, hansısa bir dünyavi məsləhət eləyəndə deyir ki, qardaş, bunu eləmə, onu elədiyinə ged ümrəyə get, o pulu Allah üçün xərclə gedən, ged axirətin üçün belə. Bu qardaş belə bir şeylərlə tanınıbdır. Qardaş da buna deyir ki, əxi, deyir, yolla gedirlər məscidə, qardaş buna deyir ki, əxi, xəbərim var, təzə bir dənə BMW çıxıbdır maşın. Deyir ki, 300 min qiyməti var, 6 skorusdur, nə bilim, saatda 300 ilə gedir. Bu da Qadif deyibdir ki, qardaş, yəni o maşın 120-ni keçəndə, yəni daha 100-dən çox sürətlə gedəndə radara düşmür o, deyir, düşür. Deyir, nə olsun, mənim maşınım da 100-dən yuxarı gedəndə radara düşür. Da mən aparıb 300 minlik maşına, niyə o qədər 300 min verməliyəm o maşına ki, əgər elə bu da 100-dən sonra radara düşür, o da radara düşür. Yəni, bir dənə deyir, içinin o gözəlliyinə görə 300 min ona verənə qədər gedib verərəm Allah yolunda, savab qazanam, axirətim üçün. Deyir, qardaş baxdı, deyir, mənim üzümə qayıt, deyir ki, sən adamın, deyir, həyatının, deyir, ləzzətini öldürərsən, arzularını öldürərsən, nə deyir adamı. Yəni, baxırsan nəyə görə? Bunun üçün, yəni bir insan üçün, bu bir tərəfdəki, yəni bunun üçün onun dediklərinin əhəmiyyəti yoxdur. Yəni, yoxdur onun üçün, marağı yoxdur, o maşındır, onun bahalığıdır və yaxud da belə olsun, qapısının kırlosu belə olsun, adam var, aparır, pul tökür, bunun burasına bir dənə 300 manat verim, məsəl üçün, diskinin burasına bir dənə belə, qəşəng diski alım ona qoyum. Adam var, onun üçün önəmi var. Yəni, maşın mənim üçün deyir, nə üçün lazım? Maşın mənim aləmi ehtiyacını ödəməkdən ötəri, məscidə getməkdən, qırıq olmasın, təmiz olsun, kifayət eləyir də. Aparıb 300 manatımı başqa dərdimə verərəm. Məni ibadətə yönəldən, Allah'a yaxınlaşdıran bir şey vasitə olaraq kömək. Adam da var ki, görürsən, yox, nətər yəni, qardaş, belə şeyə, belə həyat olar, deyir. Olar, əslində olar. Yəni, baxırsan ki, insan əlavə şeylərə qəlbinin bağlaması, o şeylərlə ləzzət alması, əslində bunun qəlbinin dünyaya bağlanmasından xəbər verir. Sadəcə olaraq insan onu bilmir. Və yaxud da iki dənə insan böyle oturur, biri Allah'tan danışanda deyir, əxi, Allah səndən razı olsun. Əxi, hara gedirsən elə danışırsınız, bildiyim qardaş, bir oturmuşuq çay içirik, biraz da filan şeydən danışaq, deyirsin, qardaş, Allah səndən razı olsun. Yəni, əgər ayələr, hədislər, bu şeylərdən danışanda sənə sıxıcı gəlirsə, vallahi sənin də bu şeylərdən, yəni telefondan, nə bilim, maşından, siyasətdən, bu şeylər də mənə ağır gəlir. Yəni, vallahi mənə ləzzətləmir onlar. Mən sıxılıram burada. Səbəb nədir bunun? Səbəb o insanların yaşam tərzinin fərqi olmasına görədir. Yəni, bir insan Allah'ı unudub, digəri insan isə nədir? Daim xatırlayır Allah'ı. Rəbb onun qəlbindədir. Yəni, insanın düşüncələri onun üzərindədir. Onun üçün dünyadan maraq gətirmək onun üçün maraqlı deyil. Yəni, olar, kimdir ki, misal dünyanın, yəni genə deyirəm, hər kəsin qəlbində dünyaya bağlılıqdan meyil var, dünya sevgiliyi var. Amma ona qəlbi bağlamaq artıq insanı bütün fəsadların elə bil ki, belə deyək ki, qapılarına haçarını elə bil artıq əlinə aldı, qapıları bir-bir yoxlayır. Hansı qapı açılacaq Allah bilir. Ona görə də insan özündə bax bu şeyləri, əlamətləri hiss eləyəndə, yəni insan bilsə ki, bunda bu əlamətlər var, yəni bilsin ki, vallahi onun üzərinə nəfsini hesaba çəkmək vacibdir. Niyə? Çünki əgər o nəfsini bugün pisliyi əmr edən nəfs, o onu islah eləməsə, vallahi pis sonluqla qurtarma ehtimalı çoxdur onun.
Niyə görə? Çünki o son anında da nəfsə o çətin an var ha. O çətin an. Yəni bu insan əgər nəfsini hesaba çəkmirsə, deməli bu insan onun sabah Allah Subhanahu taala balaca bir şeylə imtihana çəkəndə şükür eləyə bilməyəcək. Narazılıq eləyəcəkdir. Çünki nəyə görə? Çünki onun qəlbi dünyaya bağlıdır. Artıq onun sevdiyi bir şeyin əksi baş verdi. O da Allahı unuttuğuna görə bu Allahın qədəridir, Allah onu imtihana çəkir. Bu şeylər onun ağlına gəlməyəcək. İlk ağlına gələn nədir? Mənim sevmədiyim bir şey oldu və ya sevdiyim bir şeyin əksi oldu deyə nədir? Asiliklər eləyəcəkdir. Və bu şeyin də qəlb nə qədər, biz keçən dərsdə də demişdik ki, insanın qəlbi nə qədər dünyaya çox bağlanırsa, o qədər də ondan qopmağı da çox çətin olacaqdır. Buna görə də insan ilk olaraq müalicə elədiyi şey nə olmalıdır? Qəlbini dünyaya bağlamamalıdır. Bax, bu şeyi vallahi daha çox biz üstündə işləməliyik. Nəfər işləyirik onun üstündə. Bu bir zavod deyil ki, gedək orada işləyək. Bunun üzərinə nətər? Nəfsi hesaba çəkirsən. Nəfsi bir sual verməklə. Ona görə də baxırsan, sələflər, məsəl üçün, Məlik ibn Dinar rahiməhullah deyirdi ki, rahməllahu abdən qalə li nəfsihi. Allah subhanət hala deyir, o qula rəhm etsin ki, öz nəfsinə deyir ki, əleyhstə sahibəhu kəzə, yəni sən bu şeyin, yəni bu əməl sahibi deyilsən, sən filan şey sən eləməmsən, onu qınıyar deyir. Hətta nəyə gəl, ha vaxta qədər, görürsən, bax, elə bizimdə var axı, misal üçün, cəmaat içində deyirik ki, sən yaxşısan, səndən yoxdur. Bütün özündən o qədər xoşlanırsan ki, unutmusan keçmişdə olanları, xatalarını, günahlarını unutmusan. Ona görə nə edirsən? Oturursan bir nəfsinə həmən o səhv elədikləri məqamları, bəs sən bu deyilsən. Əgər sənə cəsurluqla mən yaxşı bir cəsur adamam, məndən yoxdur deyə, vallahi oturursan, keçmişini yada salarsan, görəsən ki, harada cəsur olmadığın hissələr var. Deyəsən, sən bu nəfs sahibi deyilsən. Sən həmən nəfs deyilsən, hansı cəsurluqdan özünə bu dəqiqə razısan. Sən hansı səxavətçiliklə danışa bilərsən, yadındadır, filan əməlin. Hər kəs özünü yaxşı tanıyır. Hər bir nəfsin özünə görə mənfi xislətləri var. Ona görə də, yəni baxırsan, yəni müsəlman, mömin həmişə özünü qınamalıdır. Əgər qınamasan, nəfs özündən razılanacaqdır. Nəfs neynir? Nəfs səni cilovlayacaqdır. Ona görə deyir ki, Həsən rahiməhullah deyir ki, həqiqətən də mömin deyir, öz nəfsinə daim deyir, nə deyir? Qavvamdır, yəni onun sahibdir, güclüdür onun. Öz hökmü altına salır. Deyir, öz nəfsini daim deyir, Allah yolunda deyir, hesaba çəkən. Deyir, nəyə görə? Yalnız deyir, qiyamət günü kimin deyir hesabı yüngül olacaq? Kim deyir, bugünkü gün qiyamət günü üçün hazırlıq görüb özünü bu dünyada hesaba çəkən insan. O insanın qiyamət günü nədir? Hesabı xəfif olacaqdır. Nəyə görə? Çünki onlar bu dünyada etdiyi addımları, atdığı addımları özlərini hesaba çəkiblər. Bunu niyə elədin? Nə üçün etdin? Artıq orada soruşulmamışdan qabaq burada özündən soruşulur. Özündən soruşur və bu da onun gələcəkdə hesabını, qiyamət günü olan hesabını yüngülləşdirir. Yalnız deyir, kimin üzərinə deyir, qiyamət günü hesab ağır olacaq? O kəslərin ki, onlar bu dünyada nəfslərini başın bıraxıblar, ümumiyyətlə xatırlatmırlar onlara. Ahirəti yadına salmır, hesaba çəkmir özünü. Niyə etmisən, nə üçün etmisən? Heç oturub düşünmür ki, Subhanallah, Allah Subhanahu qarşısında niyə belə elədin? Və səndən Rəbb soruşmayacaq bunu. Və səni Allah Azza və Cəllə bunu deməyəcək sənə. Bəzən insan o qədər başını aşağı salıb gəzir ki, bir dəfə başını göyə qaldırıb, diqqətlə baxmır ki, Subhanallah, sən ayın yekəliyinə bax, böyüklüyünə bax, sən günəşin əzəmətinə bax, sən ulduzlara bax, hardadılar bunlar? Gör oradan necə işıq saçır. Sən ayın gözəlliyinə bax, sən bu səmanın genişliyinə bax. Gör, mən kimin qabağında durub hesab verəcəm?
bu şeyləri insan unudur. O qədər başına salıb aşağı dünya ilə məşğuldur ki, başını qaldırıb göyə baxmağa vaxtı yoxdur. Unudub. Amma Allah bəzən insan, yəni Allah Subhanahu əzəmətini düşünəndə görür ki, vallahi bizim həqiqətən də işimiz çox çətindir. Qiyamət günü çox çətinliklər var. Bizi Allah Azza və Cəllədən soruşacaq bizdən. Niyə eləmirsən bunu? Sən bilmirdin, bunu eləmək olmaz. Niyə eləyəsən? Siz hesab edin ki, baxın, bir dənə misal çəkəcəm. Bax, bir dənə insan, hər birimizin misal üçün özümüzün sosial şəbəkələrdə hesabımız var da, düzdürmü? Sosial şəbəkədə özümüzün hesabımız var ki, ora heç kəs girə bilmir. Yəni, sizdə də bir məxfi kod qoyublar, siz o kodu sizdən başqa heç kəs bilmir və sizin nəyə baxdığınızı və bizim ümumiyyətlə ora girib hansı nələrlə maraqlanmağımızı bizdən başqa heç kəs bilmir. Bir Allah bilir, bir də biz bilirik. Yaxşı, birdən həmən o sizin şəbəkələrdə istifadə etdiyiniz səhifələriniz tanıdığınız insanlar tərəfindən bilsəz ki, izlənilir. Siz ora girib sizcə insanlar tərəfindən qınalınan bir şeyə baxarsınız. Cavab mütləq olaraq yox. Özünüzü bir sinətə apararıq hamımız. Yox, elə şeyə baxım ki, birdən məndən sonra girib baxarlar. Baxmasın ha, bilməsin ha, mən filan şeyə baxmışam. Bəs Allah Azza və Cəllə sənin sosial şəbəkən yox, səhifən yox, qəlbin onun əlindədir. Allah Azza və Cəllənin baxışını niyə insanların baxışından aşağı görürük? Səbəb nədir? Səbəb nədir? وَلَا تَكُونُوا كَالَّذ۪ينَ نَسُوا اللّٰهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ O kəslər kimi olmayın ki, onlar Allahı unutduğuna görə Allah da onlara özlərini unudubdur. Ayənin əsli və Şeyx Səd Rəhməhullah gətirmişdi onu. Bütün məsələnin kökü oradadır, bu ayədir deyir. Niyə? Çünki insan Allahı unutduğuna görədir. Allah da onu unutturubdur. Nəyini unutturubdur? Qiyamət günü hesabını, ona fayda verir, zərər verən şeyləri ona unutturubdur. Niyə? Çünki o Allahı unutduğuna görə. Bax, biz Allahı unutduğumuzun nisbətinə görə Allah Subhanahu taala bizə xeyirlərimizi və bizə zərər verən şeylərimizi bizə unutturur. Vallahi, yəni danışan əsla dinləyənlərdən əsla, vallahi billahi deyirəm, əsla öndə gedən deyil. Yəni əsla burada heç kəs tam kamil bir adam deyil. Allah Subhanahu taala şahiddir ki, bu məclislərin nəsiyyətindən ilk olaraq özümü qəsd edirəm, özümün faydalanmağımı Allahdan istəyirəm, sonra bacı və qardaşlarımı. Yəni, heç də o demək deyil ki, mən danışıram, siz dinləyirsiniz, mən buradan danışıram deyənə mən üstünəm və kamiləm. Xeyr, vallahi, orada oturub dinləyən bəlkə də elə bir bacı və qardaşlarımız var ki, Allah qatında vallahi hər birimizdən üstündür. Yəni, biz, heç birimiz, Allah bizi təmizə çıxartmasa, heç birimiz nədir? Təmizə çıxmış ola bilmərik. Biz yalnız Allahın lütfü, rəhməti sayəsində təmizə çıxa bilərik. Bugünkü gün Allah Subhanahu taala bizi eyiblərimizi örtübdürsə, heç kəs bizi görmürsə, yəni gizlinlərimizi, o demək deyil ki, artıq biz təmizik. Qiyamət günü bilinəcək. Allah Subhanahu taala kimi təmizə çıxardacaqsa, vallahi təmiz olacaqdır. Və kim də ki, xüsrana uğrayacaqdır, nəfsinin pisliklərinə uyub, Allah Subhanahu taalanı unudubdursa, vallahi həmən insan xüsrana uğrayan da orada xüsrana uğrayacaqdır. Ona görə Allahdan yalvarmaq lazımdır, ya Rab, necə ki, məni bu dünyada eyiblərimi örtürsən, insanlar məni duymurlar, mənim o günahlarımı görmürlər. Eləcə də, ya Rab, ahirətdə də məni ört. Tək hesab elə məni. Heç kəsin qarşısında məni hesaba çəkmə, ört mənim eyiblərimi heç kəsə görsətmə, ya Rab. Sənin o ahirətə olan imanının, sənin o imanının yəqinliyinə görə Rəbbinə bununla təvəssül elə. Deyən, ya Rab, sən dedin, mən iman gətirmişəm. Mən bilirəm sənin qarşısında hesab verəcəm. Ya Rab, yalvarıram, mən zəifəm, məni bağışla. Ona görə insan unutmamalıdır Rəbbini. Və ona görə nəfsini hesaba çəkməlidir. Yaxşı, nətər hesaba çəkəsən? Bir-bir nəfsinə
elədiyin hər əməlin qarşısında bir-bir soruş. En azından etməmişdən qabaq yadına düşməsə, edəndən sonra nə eləmsən? Yatmamışdan qabaq və yaxud da bir gün sonra neynədin? Bax, bir gün neynəmsən? Əgər günah eləmirsən, axşamdan tövbə elə. Bağışlanma elə. Allahdan bağışlanma elə. Nəsuh olan tövbə ilə. Nəsuh nədir? Yalancı tövbə yox. Həqiqətən də peşman ol. Bir də ona qayıtmamağa əzm et. Yox, əgər yaxşı eləmirsənsə hər hansı bir əməl, həmd elə Allaha deyilən, ya Rab, necə məni özündən görmə. Deyilən, ya Rab, necə məni müvəffəq etdin? Nə olar, ya Rab, bunun üzərinə davamiyyətdə et məni. Ya Rab, bir də xeyir əməlləri əta et mənə. Ya Rab, nəsib et mənə, xeyir əməllərə məni vəsilə elə. Ona görə insan bu şeyləri nəfsini hesaba çəkmədiyi zaman nələr baş verir? Nəfsi onu uçuruma aparır. Və baxırsan, ümumiyyətlə, üzr istəyirəm burada, Əli radiyallahu anhu, misal üçün, daha doğrusu, Abu Bakır, Umar, Osman, Əli radiyallahu anhum öz xütbələrində nəsiyyət edərdilər. Onlardan Umar radiyallahu anhu öz xütbəsində deyərdi ki, Həsibu ənfusəkum qablə ən tuhəsəbu. Yəni, hesab olunmamışdan qabaq öz nəfslərinizi hesaba çəkin. Yəni, deyir, tərəziyə əməlləriniz qoyulmamışdan qabaq özünüzü, yəni hesaba çəkin, öz əməllərinizi ölçün. Və həmçində deyir ki, yəni o gün üçün deyir, hazırlıq görün ki, hansı ki nədir? Həmən gün nicat tapan, həmən o gün nicat tapmışdı. Osman radiyallahu anhu öz xütbəsində nə deyərdi? Ey Adəm oğlu, ey Adəm oğlu, bil ki, həqiqətən də deyir, ölüm mələyi hansı ki sənə müvəkkil olunubdur, deyir, yəni inan ki, o səni deyir, ləm yezəl yuxlifuk. Yəni o səni deyir, yəni o səni boş buraxmaz. Və səni qoyub deyir, qıra başqasına deyir, yönəlməyəcəkdir. Nə qədər ki, sən bu dünyadasan, sənə müvəkkil olan ölüm mələyi səni buraxıb başqasına yönəlməz. Yəni, səni deyir, nə deyir, səni tərk edib başqasına keçməz. Ona görə deyir ki, tədbirini gör və həmən günün üçün deyir, hazırlaş. Və bil ki, deyir, ölüm mələyi səndən qafil qalmaz. Bil ki, ey Adəm övladı, sən ondan qafil qalsan belə, o səndən heç vaxt qafil qalmayacaqdır. Və bil ki, deyir, əgər sən öz nəfsin üçün, bugünkü gün, yəni öz nəfsinə, qiyamət günü üçün deyir, hazırlıq görməsən, heç kəs sənin yerinə o gün üçün hazırlıq görməyəcəkdir. Və bil ki, mütləq olaraq Rəbbinlə görüşəsən. Və öz nəfsin üçün deyir, Rəbbinin qarşısında deyir, o sualların qarşısında cavab axtar. Baxırsınız, sahabələrin məsələyə yanaşmaları necə olubdur? Onların ağızlarından çıxan kəlmələrə baxırsan ki, həqiqətən də insanın ayıldırlar. Yəni, bax, gör sənə nə deyir? Deyir ki, sabahçı gün Rəbbinin qabağında soruşulduğun zaman o sualların bugünkü gün cavabını hazırla. Bu zaman sənin üçün orada olan suallar xəfifləşəcəkdir. Və insan ümumiyyətlə bilməlidir ki, necə ki, Əli radiyallahu anhu öz xütbəsində də insanlara nəsiyyətində deyir ki, ey insanlar, sizin üçün deyir, ən çox qorxduğum şey nədir? Kufə əhlinə nəsiyyət edir. Ən çox deyir, qorxduğum şey uzun ümiddir, arzulardır. Və öz nəfsi havanıza deyir, ittiba etməyinizdir. Nəyə görə deyir? Bax, buna baxın, nəyə görə? Deyir, çünki insanın uzun arzuları insanın ahirəti unutturur.
Nəfsi havaya gəlincə isə ona ittiba etmək, onu insanı haqdan üz döndərməyə aparıb çıxardır. Ona görə də insan, yəni bax, burada yenə də bir şeyi vurğulamaq istəyirəm. Yəni, insanın uzun arzulara dalması nə edir? Axirəti ona unutdurur. Unutturduğuna görə də nə olur? Artıq insan axirət üçün heç hazırlıq görmür. Axirət üçün heç bir əməl, özü üçün azuqə hazırlamır. Və axirəti unutduğu üçün də Allah Subhanahu da unudur və bunlar da bir-birinə zəncirvari olan, bağlı olan şeylərdir. Və xülasə olaraq, ümumiyyətlə, yenə də bir-birimizə Allah Azza və Cəllənin izni ilə xatırlatma eləyək ki, yəni Allah Subhanahu bizə nəsib eləsin ki, nəfsimizi hesaba çəkək və bu nəfsi cihadda Allah Subhanahu bizi sabit eləsin. Baxın, nəfsimizlə cihad etməsək, son olan, vurğu olan hissəsinə baxın, əgər biz nəfsimizlə cihad etməsək, bilin ki, nəfs dayanmır, nəfs özü bizimlə cihad aparacaqdır. Yəni, aparır. Ya sən onunla vuruşarsan, qalib olub nəfsinə qurtulanlardan olarsan, ya da ki, bu döyüşdən o qalib gəlib, son olaraq səni xusrana aparıb, yəni zəlalətə uğrayanlardan eləyəcəkdir. Ona görə də nəfsi cihadda nə etmək lazımdır? Çırmalanaraq, yəni haqqı ilə döyüşmək lazımdır. Allah Azza və Cəllənin hədd və hüdudlarını qorumaq lazımdır. Allahı unutmamaq üçün namazı dosdoğru düzgün qılmaq lazımdır. Çünki insanın namazının zəhlənkar qılması elə namazının Allahı unutmasından irəli gəlir. Namazındakı boşluqları hiss eləyəndə bil ki, artıq sənin Allahı unutqanlığın başlayıbdır. Və görsən ki, artıq gözün sağda solda dolaşır, günahlar sənin üçün adələşib, bil ki, sənin artıq Allah Azza və Cəlləni unudanlardansan. Və bil ki, bunun müqabilində də nə olacaq? Allah Azza və Cəllə səni fayda verən şeyləri sənə unutturacaq və sənə də zərər verən şeyləri də nə edəcək? Qarşısını almağı sənə unutturacaqdır. Ona görə də Allahdan istəyək ki, Allah Azza və Cəllə bizim nəfslərimizə təqvasını əta etsin. Yəni, bizi gizdində və aşkarda Allahdan qorxan qullardan etsin. Allah Subhanahu bizim üçün onu asanlaşdırsın. Nəfsimizlə mücahidə etməyi, nəfsimizlə cihad etməyi Rəbbim bizə asanlaşdırsın. Çünki vallahi Allah Subhanahu asanlaşdırmadığı heç bir şey asan da ola bilməz. Əgər Allah Subhanahu asanlaşdırsa, vallahi onu heç kəs çətinləşdirə bilməz. Allah Subhanahu istəyək ki, Allah Subhanahu bizim nəfslərimizi islah etsin. Rəbbim bizi gizlində və aşkarda Rəbbimizdən haqqı ilə qorxan qullardan etsin. Allah Azza və Cəlləni daim zikr edən, onu heç vaxt unutmayan, yəni gecələrimizdə, gündüzlərimizdə, namazlarımızda, boş vaxtlarımızda Rəbbimiz zikr etməyi Allah Subhanahu bizə sevdirsin. Allah Subhanahu istəyək ki, Rəbbim bizə gözəl sonluq versin. Allah Azza və Cəllədən istəyək ki, Rəbbim bizə son anda sabitçiliyi əta eləsin. Son kəlməmizi la ilahə illallah deyərək Rəbbimizə qovuşmağı nəsib etsin. Allah Subhanahu bizi qəbrin fitnəsindən, qəbrin sıxıntısından, qəbrin əzabından, çox çətin olan sorğu-sualından Allah bizi qorusun. Allah Subhanahu bizi qiyamət günü hesabımızı xəfifləşdirsin. Eyiblərimizi örtsün, günahlarımızı bağışlasın, onları həsənətlərə çevirsin. Allah Subhanahu bizi Rəbbimizə tövhid üzərində yaşayıb, ona tövhid üzərində qovuşub və qiyamət gündə Peyğəmbər sallallahu aleyhi ve sellemin zümrəsində, tövhid əhlinin zümrəsində Rəbbimizin huzuruna gəlməyi nəsib eləsin. Və doğrusunu Allah bilir. Subhanakallahumma Rabbena və bihamdik və nəşhədu ən la ilahə illə ənd və nəstəğfirullaha və nətubu ileyh.